qabaqda kimi. Bir dayan da Azərbaycanda əsasən də şəhərin içində neçə silindrə qədər sürmək olar? Bir də ən belə məsləhət görsən qiymət aralığından neçə silindrə qədər, bir də ki hansı motosikletlər sərf edir? Yəni Yamaha R7-dən GSX-R 6 arasında qalsan, ikisinin hansı tərəflərini deyə bilərsən? Bura R7, R3, bunlar gəlibmi və yaxud da gəlibsə də nə problem olur? Yamahanın motosikletləri daha dözümlüdür yoxsa Kawasaki? Bakıda 4 silindr olan motosikletlər nə vaxt motoru tökə bilər? Yağların arasında ən yaxşı həm cibə, həm də ki motosikletə ən uyğun yağlar hansıdır? Sport bayklarda və nakedlər. Layihəmiz başlayandan sonra Amerikadan bayklar gələcək. Əsasən özləri nəyə fikir versinlər ki, həmin təklifləri sizlə danışsınlar. Hə, mən bu bayqı istəyirəm. Bu bayq düzgün bayqdır yoxsa yox? RS-i aldın, NS-i aldın, rahat-rahat sürə bilərsən. Çünki bu Azərbaycanda Harley-dan sonra özünü təsdiqləmiş yeganə yeganə, bir bəli. Tempo ilə ki, zapsası da rahat. Bəli, əslində ehtiyat səsində var. Demək olar ki, 4-5 dənə yeni salonlar, hansı ehtiyat səsiləri var. Yəni bajaj barədə heç düşünmədən bu bayqı alıb rahat ola bilərlər. Bəs yaxşı, belə bir sual verək. Azərbaycanda əsasən də şəhərin içində neçə silindrə qədər sürmək olar? Bir də ən belə məsləhət görsən qiymət aralığından ki, onsuz da xaricdən gətirilən motosikletlər olacaq. Yaxında özümüz bu layihənin üstündə işləyəcəyik. Əsasən hansı silindr, neçə silindrə qədər, bir də ki, hansı motosikletlər sərf edir? Valla, zövqlər müxtəlifdir. Həmin zövqü tamam. Məsələn, məndən olsa, mən deyirəm ki, məsələn, Yamaha 4 silindr? Yox, bu hal-hazırda 4 silindr, 2 sən. Bu ikisi. Hal-hazırda, məsələn, bilirsiniz, tamam ayrı ola bilər. Sport nəsələr? Çünki çox adam sport sevir. Aha, Sport motosikletlər. Kawasaki minimal 4, maksimal 654 silindr, 4 silindr. Sonra başqa sportlardan mən məsələn özüm şəxsən sport havası olsam, Suzuki GSX-R alıram. 600 Çox başqa motosikletlər. Onun sürüşünü mən özüm şəxsən test edirəm. Yəni mükəmməldir. Yəni Yamaha R7-dən GSX-R 6 arasında qalsan, ikisinin hansı tərəflərini deyə bilərsən? Yox, üstü olaraq. 6 yox, amma GSX-R mini seçərəm. Amma belə də 6-dan qiyaslasan, Ha. R7-ni seçərsən. İnsanların təzəcə almaq istədiyi motosikletlər var da. Bura R7, R3, bunlar gəlibmi və yaxud da gəlibsə də nə problem olur? Yox, R3 növlər R7 gəlməyib, amma indi hal-hazırda Azərbaycanda belə deyək, ən çox Yamahalardan demək olar ki, 75%-i hamısı R25 markadır. Hamı demək olar ki, hamısı R25. Çünki mən o şəxsən o bayqı sürməmişəm, bilmirəm, amma insanlarda maraq yaradır. Məsələn, elementarını deyək, neçə dənə böyük saxlasan, bu dəqiqə şəhərə çıxıb test edəndən çox adam neftə getdirir. 9-u qoyana, yan bayan, amma çox adam neftə getdirir. Bəs bir şey deyim, bu R25 söhbəti bir müddətdir ki, artıq insanların arasında fırlanır. Ən çox da mən buna səbəb yarandığını düşünürəm. Türkiyədə hamı A1-in yoxsa A2 kateqoriyanın axırıncı kubudur da, A2-nin axırıncısıdır, 250 cc olaraq. Və R25 Türkiyə üçün istehsal olunur. Yəni bu kimi ölkələrdə, A2 kateqoriyadan sürülən ölkələrdə rahatlıqla satış edə bilirsən. Və R3 də ondan sonra istehsal olunur. Səncə də deyilmi ki, R25 sırf Türkiyədə istehsal olunduğuna, Türkiyə üçün istehsal olunduğuna, orada məşhurlaşdığına görə Azərbaycanda sevilir? Ola bilər. Çünki qardaş ölkədir, bizimlə insanlar baxıb, bəyənib, sürüşlərini görüblər, hətta komfortun ola bilsin ki, kimsə sürüb, yoxdur, görüb, ona görə maraqlar. Amma Azərbaycanda mən R25 görürəm. Yox, Azərbaycanda məncə yox. Yox. Bilmirəm, amma çox güman ki, yox. Varsa da bir dənə, 2 dənə max R25 olar, ondan başqa motosiklet yoxdur, görməmişəm. Bəs yaxşı, Yamahanın motosikletləri daha dözümlüdür yoxsa Kawasaki? Məncə Yamaha. Yamaha. Yamaha bir çox hallarda öz sözüm deyil. Yenə də demirəm, müqayisədə mənim üçün Yamaha. Bəs Bakıda 4 silindr olan motosikletlər nə vaxt motoru tökə bilər, nə vaxt 4 silindr problem yarada bilər insana? 4 o silindrin rəqəmlərinə baxmır. Məsələn, tutaq ki, 2 silindr var ki,
sürüş qaydasından çox asılıdır. Aqressiv sürənlər var və yaxud da normal sürənlər var və yaxud da heç sürməyənlər var ki, saxlayır var ki, sürmür. Amma belə aqressiv sürüşlə məncə sport bikelarda 30 mini keçdi və yaxud da 40 mini keçdisə demək olar ki, Artıq yavaş-yavaş yorulur. Bike yorulur. Məsləhət görərdim ki, alanda da yəni çalışın ki, 40 mindən aşağı alsınlar hər kəs. Bəs yaxşı 40 minə qədər sürdülər, 40 mində keçdi. Necə bir qulluq eləməlidir ki? Və necə qulluqlar olmalıdır? Rasmilonun seti dəyişilməlidir. Başmaqlar dəyişilməlidir. Əlavə olaraq ki, mühəllisin daxilində olan yerlər var, yəni ekstrasiyələr var ki, onlar dəyişilməlidir. Məsələn, açılıb pastellərə, Rasmilonun pastellərinə baxılmalıdır. Fərqli çox şeylər ola bilər də. Bir də yağın, yəni hansı yağdan istifadə edib, yəni o hər müştəri məsələn, indi belə deyək də, bizdə elə bir şey kimlə satılsa o yağı tərkdir. Məsələn, tutaq ki, mən Valvoline işləyirəm, Valvoline mənə çox faiz verir, mən o amma məntiqlə fikirləşəndə Azərbaycanda ən az faiz verən yağ motordur. Amma ən çox da tələb olunan yağ motordur. Bəs yaxşı, bu yağların arasında ən yaxşı həm cibə, həm də ki, motosikla ən uyğun yağlar hansıdır? Sport bike'larda və naked'larda? Bike'larda, yağlarda, yağ mövzusu biraz dərindən gedir. Yəni ki, yağ müzakirəyi axşama qədər onu müzakirə elə. Elementar məsələn Motul-dur, Ipon-dur, Meguin-dir, Valvoline'dir. Yəni mən bu yağlarla işləmişəm. Məsəl üçün, indi hal-hazırda özüm sadəcə Valvoline işləyirəm, amma məsələn müştəri gəlir, motosikletinə baxıram və həmin motosikletin manualını açıram. Zavod hansı yağı göstərirsə o yağı da alır. Nə olsun, mən saxlayım. Amma başqa yerdə var, alıb gətirirlər. O əsas yağ, necə deyirlər, mühərrikin ömrünü uzadan bir şeydir. Həmçinin də mühərriki məhvdir. O, yəni faktik olaraq biz dəfələrlə şahid olmuşuq. Yəni ki, ucuz yağ adı ilə baha satıblar, müştəri alıb, amma biz yəni soruşuruq. Məsləhət ki, hər şey öz bike'ına uyğun axtarsın, tapsın, ona uyğun yapılsın. Ona uyğun da bir şey paylaşım edərik. Məsəl üçün də hansı motosikletlərə hansı cür yağlar daha yaxşıdır. Məsələn, mən RS-ə tökürəm 7100 20-50-yə. Əvvəl 10 tökürdüm, indi 20-50-yə tökürəm. Sadəcə olaraq bu sinməsinə biraz təsir edir. Biraz daha çox istəyir. Yəni, bu sırf yağın özündən problem yaradarmı, yoxsa? Problem yaradmaz. Sadəcə seçim düzgün eləmişdir. Hal-hazırda yağ istəyir, amma üzü havaların soyduğunda məsləhət ki, 10-50 və yaxud da 10 10-50 və yaxud da 10. Ondan sonra. Başqa bizim izləyicilərimizə nə sözünüz var? Neyinəsə, motosikl almaq istəyir, motosikl istəyir ki, xarab olmasın və yaxud da deyir ki, mən düzgün vaxtında qulluğunu edeyim, həmişə davamlı olaraq mən bu motosikli sürə bilirəm. Neyinəsin? Neynəməlidir? İlk öncə hər hansı bir motosikl almaq üçün peşəkarlara müraciət eləsin. Yəni, hər motosikl saxlama gedib motosikl almaq məsləhət deyil. Məsələn, tutaq ki, mən təzə sürənəm, özümə bir bike almaq istəyirəm, gedmişəm, məsələn, tutaq ki, bu bike'ı bəyənmişəm. Mən bunu hələ vizual olaraq gördüm, çox hoşuma gəldi, aldım, getdim. Mütləq şəkildə peşəkarlardan, ustalardan məsləhət almalı, yoxlatılmalıdır. Ondan sonra da qaldı ki, yenə deyirəm, peşəkarlar ona baxanda hər hansı bir problem olduğunu müştəri Bir sualımız daha var. Amerikadan gələcək olan bike'lar var ki, indi layihəmiz başlayandan sonra Amerikadan bike'lar gələcək. Siz nə məsləhət görürsünüz? Oradan gələn bike'ları servis olaraq danışanda inşallah işbirliyi edəndə siz o işin içində olacaqsınız. Əsasən özləri nəyə fikir versinlər ki, həmin təklifləri sizlə danışsınlar. Hə, mən bu bike'ı istəyirəm, bu bike düzgün bike'dır yoxsa yox? Əsasən nəyə fikir versinlər? Oradan gələn bike'larda nə problem olur? Oradan gələn bike'larda xüsusən qəzalı bike'lar olur və yaxud da qəza olmayırsa da orada fərqli kateqoriyalardan bike var. Məsələn, trekkə sürülən, oğurlu və yaxud da sigortanı satılır. Əgər inşallah sizin mahiriniz başlayırsa, çox güman ki, məsləhətli bike'lar gətirmək. Orada ki, peşəkarlar hər şeyin... Yəni, peşəkarın biri də sizlə danışacaq eyni zamanda. Qulluq olandan sonra çox güman ki, onu müzakirə eləməyə dəyməz.
Çox sağ olun, təşəkkür edirəm. Özünüzdən mülayim olun. Sağ ol. Sağ olun.